Və Vızxeyir Millət kanalıma idmanınız xoş gəldiniz. Mən Aysin. Bugün yenidən yeni bir video ilə qarşınızdayım. Bu günləri Dimin 10-cu sinif riyaziyyat kitabını başdan sona qədər işləyirik və bitiririk. Söhbət necədir? Sürətli bir şəkildə onu izah edeyim sizə. Bizim riyaziyyatdan hazırlıq tapşırığımız, yay tapşırığımız. Dimin 10-cu sinif riyaziyyat kitabındakı bütün A variantları işləməkdir. 24 dənə qapalı, 24 dənə də açıq test var. Yəni cəmi bir yerdə 48 dənə test var və hər testdə də 10 dənə sual var. Cəmi 480 dənə sual. Bu normalda hazırlıq qutarandan eləsəydik, gündə bir dənə test işləməklə falan səhv eləmirəmsə qutarmağı bacarırdıq. Amma mən təbii ki işləmədiyimə görə, bu şeyləri son günə saxladığıma görə mənim təqrib olaraq 40 dənə testim qaldı. Yəni arada bir 2 dənə, 3 dənə falan işləmişdim. Yəni 40 dənə, ona vuranda 400 dənə sualım var. Hazırlığımız da təqrib olaraq 20 günə falan başlayır səhv eləmirəmsə. Gündə 2 dənə test işləməklə mən bunu qurtarmaq istəmirəm. Çünki sağan olsun, nəqd olsun. Bu günləri 400-ünü işləyək və qutaraq. Yəni bu qədər bəsit. Həm maraqlı kontent çıxar, həm günümüz produktiv keçmiş olar, həm də bir növ challenge olar bizim üçün də. Maraqlı olacağına ümid eləyirəm. Mövzular yəni o qədər çətin mövzular deyil. Yəni trigonometriyadır, loqaritmadır, fəzadır. Maraqlı mövzulardılar, belə təkrar etdikcə yada düşən mövzulardılar. Qəşəng bir gündə olacaq. Yəni ümid varam videonu izləyəndə bəyənərsiniz. Yəni ümid varam. Masa arxasına keçə bildim. Çayım burada, suyum o yanda, kompüter qabaqda indi PDF açıram. Bu yanda da ventilyator var. Prosta sesim qəşəng gəlsin deyə söndürdüm. Təqribi olaraq 100 dənə sual işləyəndən sonra bir də kameranı açacağam. Ondan sonra danışarıq. Sonra təzədən 100, yəni 4 dəfəyə qutararıq. Deməli, hal-hazırda saat 1-ə qalır 17 dəqiqə. Biz amma saatı 1 sayaq. Çünki yazmağa saat 1-dən sonra davam edəcək. Bir 15 dəqiqə falan dincəlim, özümə gəlim. İlk 100 test bitdi və o qədər də yəni çətin deyildi. Yorulmamışam. Yəni normal, reaktiv şəkildə davam edə bilərik. Darıxmışdım bu cür test işləmək üçün. Ən axırıncı dəfə təqribi olaraq bir 2-3 ay əvvəl bu cür mən fizika yazmışdım. Müəllim 200 dənə tapşırıq vermişdi falan. Darıxmışdım yəni. Nə üçün belə bir şey üçün darıxmışam bilmirəm, amma darıxmışdım. Yəni qəşəng hiss elətdirdim. Test işləməyə, adamın əlini işləməsi falan.
İkinci yüzlüyümüzü də artıq bitirdik. Son 200 dənə sual qaldı və hələ də çox da böyük bir problem yoxdur. Yəni rahat bir şəkildə ilerləyirik. Bir də bu günləri bizim yəni full işimiz riyaziyyat olmayacaq təbii ki. Saat inşallah 4 və yaxud da 5-ə kimi riyaziyyatı qurtarırıq. Ondan sonra çəkmək istədiyim çox maraqlı bir video var. Short videodur, ssenarili bir videodur və böyük ehtimalla bu videonu o short videodan gec paylaşacağıma görə o short video haqqında rahat danışa bilərəm. Yəni bu günləri ayın 27-sidir. Bu videonu 28-i paylaşacağım. Lakin o çəkdiyim short videonu elə 27-si bu günləri inşallah çəkib paylaşacağım elə. Videonun bir qismi evdədir, bir qismi bayırdadır. Bayırda olan qismi ilə çəkmək üçün Cəfərlə danışmışdım. İnşallah o ilə görüşüb çəkəcəyik. Çox da belə o video haqqında bir şey deməyim. Yəni istəyirsinizsə maraqlıdırsa gedib YouTube-da da, Instagram-da da, TikTok-da da əgər izlənibsə və yaxud da silməmişəmsə, yəni var, gəlib 3 platformanın üçündə də baxa bilərsiniz. Amma yoxdursa, yəni bilin ki, silmişəm çünki izlənməyib. 100 izlənməli bir şey kanalda falan saxlamıram. Yəni pis görsənir biraz. Nəsə çox danışdım, çox danışmayım, davam edeyim yazmağa ki, tez bazar qurtarım. Bir də ola bilər ki, bu 100-lüyü qutarandan sonra, yəni 300-ünü də qutaranda açmayım kameranı. Birbaşa yəni o pişitdiyimi qutarandan sonra açım kameranı. Yəni ola bilər. Nəhayət ki, qurtardı. Artıq avqustun 15-nə kimi mənə riyaziyyat demiyor. Vəssalam, riyaziyyatla qurtardım. Bir də inşallah hazırlıqlar başlayandan sonra riyaziyyat oxuyacağıq. Riyaziyyat qurtardı. Bir də arada elə bilin ki, yazmadığım 1-2 test oldu. Ona da hazırlığa bircə gün qalmış. Oturacağım, yazacağım, çıxacağım, gələcəyim hazırlığa. Riyaziyyatı qurtardıq. Budur. Və saat da 5-in yarısıdır. Yəni təqribi olaraq 6 saat içində riyaziyyatın içindən keçdik. Baxın, keçmədi. Bax, keçdi yox, keçdik. Nəysə, indi gedirəm bir dənə tez bazar çimirəm, çıxıram. Ondan sonra bir dənə videom var. O videonu da bayaq dedim sizə. Amma çox belə dərinə getmədim. Onu bir dənə evdə olan hissəsini çəkirəm. Sonrasında da axşam üstünü gözləyirəm. Uşaqla danışıram. Görüşürük. Bayırda çəkilməli olan hissəsini də çəkirik və qurtarır. Finito, bu qədər. Və yəni bomba bir video olacaq inşallah. Bir də ola bilər ki, ssenarisində xırda bir dəyişiklik edilək. Çünki hal-hazırdakı vəziyyətini bəyənirəm, amma tam da bəyənmirəm. Belə cüzi dəyişikliklər eləmək olar.
Evdə seçməli olduğum qismləri seçdim, qurtardım. Yəni seçimlər qəşəngcə alındılar. Sadəcə mahnı hissəsi qaldı. Bir də inşallah düzəməlli bir mahnı da ala bilsəm çox bomba olardı. Normalda qoymaq istədiyim mahnı şeydir. Hold me in your arms idi, nə idi? Nəsə elə bir mahnı idi, tam yadımda deyil. Prosta o çox qısa oldu. Onda keçid hissəsi 10 saniyəli idi. Mənim videomda 14-15 saniyəli idi bu keçidə qədərki hissəsi. Yəni onun üçün təzə mahnı axtarışındayam. Görək də nə olur, nə olmur, tapa bilirəm, tapa bilmirəm. Qəşəngindən bir dənə mahnı tapdım, əlavə elədim və evdə yəni olmalı olan hissələrin hamısının editi falan hər şey bitdi. Riyaziyyat da bitib, videonun bir qismi də bitib. Hər şey çox bombadır. Gedirik indi ikinci qismini çəkmək üçün. Yəni böyük ehtimalla qəbirstanlıq tərəfə məhəllədən uşağı gözləyirəm. Deməli video ikinci qismini çəkmək üçün qəbirstanlığa gəldik. Heç kimə belə deyib dolaşmadan sakit sessiz 3 dənə səhnəmiz var. Götürüm onları, çıxıb gedəcəyəm. Birazdan hava qaralacaq, video çəkməliyəm mən. Öpdüm hamısı, birazdan açaram, təzədən danışarıq. Bir də qəp-qara geyinmişəm çünki yas tuturam. Mənim elə bilin 2 personajım var. 2 personajımdan biri ölür, biri qalır, qalan ölənin yasını tutur. Qəşəng videodur, bəyənəcəksiniz. Mən bəyəndim çünki. Deməli videonun ikinci hissəsində çox qəşəng bir şəkildə çəkdik. Yəni çox belə bambullıq eləmədik, yəni vaxtımız çox az getdi. Yəni bir damcı yer tapanda problem yaşadıq falan. Yəni ortalama 10 dəqiqəlik bir proses oldu. İndi evə gedim, editləyim, tez bazar paylaşacağam bunu. Saat 10-dan gec olmamağını istəyirəm. Yəni video həqiqətən dəhşət çox ləzzət elədi. Yəni bəlkə də ilk videomda mən bunu bəyəndim. Yəni prosesini bəyəndim. Gedişini bəyəndim, ssenari falan da yəni okey bir şeydir mənim üçün. Yəni nəticəni də böyük ehtimal bəyənəcəyəm, amma tam bilmirəm. İndi qayıdırıq evə. Yolda thumbnail üçün görüm bir iki dənə şəkil falan çəksəm, ya çalışacağam çəkim. Bu cür nədir yəni, bir də evə gedəndə açaram böyük ehtimal kameranı. Hal-hazırda məhəlləyə çatdım, saat təqribən olaraq 9 falandır. Qaranlıqdır, mənə tam belə düzəməlli görənmirsiniz falan. İndi inşallah evə gedim, təcili sürətdə videonun ardını da düzəldim, paylaşım. Ondan sonra yerinə kameranı ərtəb edərəm böyük ehtimal ilə. Və gün bayağı qəşəng keçir, bəyəndim yəni. Çox bəyəndim özdə. Yəni videonun alınması bir sözü nə idi? Yəni çox zor idi da, həqiqətən. Mən gözləmirdim alınsın, yəni bir iki dənə aksaqlıq falan olar deyə fikirləşirdim, amma olmadı və çox super. Videonu editlədim, paylaşdım. Yəni mənim fikrimcə indiyənə kimi kanalda çəkdiyim, yəni paylaşdığım ən bomba videodur və izlənməyəcək. Elə bilin YouTube, TikTokda bir problem yaşamadım, amma Instagramda bir problem yaşadım. Instagramda desəm videom telif yedi. Yəni mənə bildiriş gəldi ki, yəni mahnı haqqları səbəbilə video bəzi insanların qabağında susturulacaq falan. Mən də çox əlləşmədim çünki həqiqətən çox yoruldum. Saat 5-dən 9-a kimi falan, yəni bu video ilə falan məşğul oldum mən. Görsəm ki, sabahları səhər oyananda videonun sesi falan yoxdur, silinib, ondan təzə bir mahnı ilə videonu yenidən editləyəcəyəm. Yəni o qədər də böyle bir problem olmayacaq. Yəni zərbəşi yarım saat falan vaxtım alar. Yəni burada özümə yemək düzəldirəm, en azından yemək düzəltməyə çalışıram və bunu yeyəndən sonra da yatıram. Yəni bu gün də burada qurtarır. Özünüzə yaxşı baxın. Gecəniz xeyrə qalsın. Sabahki videoda inşallah görüşənə qədər sağ olun, salamat qalın.